bərabərdir natural. Aha, üstlərinə 1 gəlib, hasilini tapırdıq da, düzdürmü? Deməli, 4 üstə gəlinsin 1, vurulsun. X üstə gələk, 4 üstə gələk 1, bir də 2 üstə gələk 1. Bərabər neçəyə? 165-ə. Buradan bu 5'dir, bu 3'dür. 15 vurulsun, x üstə gəlsin 5, bərabərdir 165'ə. Buradan x üstə gəlsin 5, bərabərdir 165'i 15'ə bölərəm. 11 dəfə düşür. Onda x bərabər olur 6'ya. Bizdən də x-in qiymətini soruşur. Sonra. Bir də Hı -hı. əvvəldən şey olmadı, qeydə getmədi də. Bir də sildiz silməyin də. Bir dənə geri verin. Təzədən bir də onun üstündə izah Hə, edin. bu hissəsini izah edeyim təkrar. Hə, çünki qeydə düşmədi. Bax, Getdi. biz bunu sadə vuruqlara ayrılış şəklində yazırıq ilk öncə. Bunu sadələşdirdik. Sadə vuruqlara ayrılışını yazdıq bu şəkildə. Daha sonra nəyi bilirik? A-nın 330 dənə tam böləni varsa, onda bunun 165 dənə natural böləni var. 165 dənə natural böləni varsa, natural bölənlərin sayı düsturundan istifadə edirəm. Gətirib yerinə qoyuram və x-i tapıram ki, 6-dır. İndi, məsələn, burada bir dənə 10-cu sual var. 10-cu sualı siz eləyin görək, özünüz müstəqil eləməyə çalışın. Görün, necə tapa bilərsiniz. Oxşar tipli sual. Qoy bunu deyəyim sizə. Demək istəyir ki, 35 üstündə n ədədinin 119 dənə müsbət sadə olmayan belə deyək də 119 dənə sadə olmayan natural böləni var. N neçədir? Necə taparıq? Nəsə eləyə bilirik? Yox, valla mənim ağlıma işin gəlməz. Bəlkə Nurda mənim eləyib. Hə, Nurda patladacaq indi. Asal olmayan bölən nə idi? Sadə olmayan natural bölən. Yazmışam da. Şərtin Azərbaycan dilində yazmışam. Sadə olmayan natural bölən, yəni mürəkkəb böləndir. Mürəkkəb natural bölən. Yox. Mürəkkəb demək deyil. Çünki 1 bütün ədədlərin bölənidir. Amma 1 sadə də deyil, mürəkkəb də deyil. Onun üçün görsən, mürəkkəb bölənlərinin demir. Sadə olmayan deyir. Bax, 35 nədir? 7 vurulsun 5 deyil. Aha. Bu da 7 üstü n vurulsun 5 üstündə n deməkdir. Doğru? Bəli, 119 da yaza bilərik. Bax, bunun 119 dənə sadə olmayan böləni varsa, 2 dənə də sadə böləni var. Düzdür? 119-un üstünə gəldim 2, 121 dənə natural böləni var bunun, düz? Natural bölənlərin sayı neçədir? N. Burada n üstə gəlsin 1, vurulsun n üstə gəlsin 1. Bərabərdir neçəyə? 121-ə. Onda n 10-dur da deməli. Çünki bu 11-in kvadratıdır da. Çox maraqlı. Sadə olmayan natural bölən deyəndə deməli bir nə sadət nə mürəkkəbdir. Hə, bir də daxil ora. Elə bil ki, mürəkkəblə, elə bil ki, bax, sadələrin sayını tapmağı bilirik, sadə bölənlərin sayını bilirik. Natural bölənlərin sayını tapmağı da bilirik. Mürəkkəb bölənlərin sayını tapmaq istəsək, nə edirik? Natural bölənlərin sayından sadə bölənlərin sayını bir də 1 çıxırıq. Çünki bir nə sadədir, nə mürəkkəbdir.
İndi mən buradan sizin üçün seçəcəm suallar. Əl yazma şəklində də olsa yazacağam. Şeyə. Amma bundan əvvəl gərək şeyi işləyək biz. Toplunu işləyək. Bir də Yaqubovun kitabını da atmışam. Oradan da hər ikisindən natural ədədləri işləmək lazımdır. Bir xeyli test var orada. Hə, yaxşı qrupa ataram, işləyərik. Qaydada iki dənə qayda atmışam. Bir əl yazmadır. O elə bil ki skan olunub. Ee, Elə bil mən dərs keçmişəm. Mən dərs keçdikcə tələbələrdən biri yazıb. Mən ondan götürdüm dəftərini, skan elədim. Yəni nə demişəmsə mühazirə şeydə, belə dərs keçəndə onları qeyd edib o cür şeydir. Digəri də elektron qaydada hazırladığımdır. Məncə o deyib tələbələrin yazdığı daha qəşəng alınıb. Nəinki mənim belə yazdığım. Çünki o orada çox şey haqqında məlumat vermişəm də belə deyək. Ətraflıdır. Hə, biz baxaq, indi baxmamışıq hələ. Baxaq. Hə, demək, Yaqubovun kitabından da, onun da PDF-ini atmışam sizə. Yaqubovun kitabından da şey eləmək lazımdır. Nədir? İşləmək lazımdır o şey natural ədədləri. Orada biraz Nurda müəllimə soruşur ki, hardadır? E, Əfsanə müəllimə atar yəqin ki. Hamısını. Həm nəzəriyyələr, həm keçən dərsin video yazısı, həm PDF-lər, testlərin PDF-ləri. İndi hissə-hissə də bu bölmələrdən seçdiyim, yəni türk testlərindən seçdiyim, tək o deyil, türk testi çoxdur. Müxtəlif cürdür də. Var burada, başqaları da var. İşləyəcəyimiz. Onların içindən də seçəcəm. Sizin üçün var ya, çox test tipi var. Sadəcə olaraq maraqlı olan, nisbətən daha mürəkkəb olanları sizin üçün seçəcəm ki, sadə şeylər olsa hər yerdə var da, biraz fərqli olsun. Belə-belə şeylər var, kitablar var. Onların içində maraqlı sual tipləri də var. Onları seçəcəm sizin üçün. Şey eləyəcək, işləyəcək. Sadəcə olaraq bir yerdən başlamaq lazım idi. Bir də gərək toplunu belə sürətlə işləyək də. Çünki toplu elə bir əlifbadır, başlanğıcdır da. Onu bilmək lazımdır ki, yaxşı sonrasını üstünə yığa bilək. Əslində birinci fikirləşdim ki, MHM falan var, onları da işləyərik. Amma o MHM-in kitabı hamısı ya Mustafa Yazıcıdan götürülüb, ya nə bilim, Seybək kopyadır da, yəni hamısı köçürüblər. Fikirləşdim ki, onu biz özümüz də eləyə bilərik də, yəni türk kitablarını özümüz də işləyə bilirik. Nə ehtiyacımız var ona? Bir də Amma səhvlərlə uğraşmayaq da, səhv çoxdur orada. Mustafa Yaqubda türkçə də yazılıb axı. Biz onu necə şey eləyəcəyik, başa düşəcəyik. Necə? Sözlər fərqlidir. Bu kitabda türk dilində yazılıbdı. Onu necə başa düşəcəyik? Yox, mən sizə onu yazacağam. Bütün suallarını işləmək lazım deyil. Orada elə şeylər var ki, o Mustafa Yazıcı'nın kitabları 7 cilddir. Gözün birini göstərim sizə, bildirdim. Bura gətirmişim mən. Nə yapacağım? Bax, kitabın biri budur. 7 dənə belə kitabdır. Həm cəbri, həm həndəsəsi belə kitablar. Mən onu hardasa bir 3-4 il bundan qabaq sifariş verib gətirdim Türkiyədən. Burada sual sayı çoxdur. Sadəcə olaraq bir qismi belə elə bizim toplu tipində testlərdir. Şablondur da belə deyək. Yəni onun hamısını oradan işləməyin heç bir mənası yoxdur. Orada deyir. Türklərdə qəliz deyil əslində. Bizdə də qəliz kitablar var. Sadəcə olaraq biz o qədər alışmışıq topluya. Ona görə şeydir. Yəni toplu çox asandır belə deyək.
Türklərin riyaziyyatı qəliz deyil. Bizim başımız işləmir. Hı? Bizim başımız işləmir. Hə, yəni işlədikcə siz biraz alışdıqca o tipə alışmaq lazımdır da, sual tiplərinə alışmaq lazımdır. Sual tiplərinə alışdıqca görəcəksiniz ki, elə də qorxunc bir şey deyilmiş, yəni şey deyil. Bu belə ucaz, dəhşətli suallar deyil də ki, yəni heç eləyə bilməyəsiniz, mümkün olmasın yəni. İnşallah, inşallah bacararıq. Am, Yəni məncə şey deyil, yəni o qədər də qorxunc, o qədər də belə problemli və sair suallar deyil deyə düşünürəm. Sadəcə olaraq dediyim kimi də biraz Müqəyyət. alışmaq, sual tiplərinə alışmaq lazımdır deyə düşünürəm. O vacibdir. Suallara alışsaq, sonrası gedəcək. Bir də mütləqdir də toplunu elə eləmək lazımdır ki, toplunu işləyək. İndi mən sizin üçün sual tiplərini seçəcəm həmişə. Nümunə suallar, mümkün qədər çox sual nümunələri işlədəcəm sizə. Sadəcə olaraq yəni, şey eləmək lazımdır, yəni. Mən eləyəcəm, siz də işləyəsiniz gərək. Qarşılığında. Hə, inşallah işləyərik. Hə, yəni təkcə mənim işləməyim şərt deyil də, siz də gərək kömək eləyəsiniz. Bərabər şəkildə işləyək. Onda bir faydası olacaq, bir xeyri olacaq bizə. İndi hardan işləyəcəyik? Necə? İndi hansı nümunəyə baxacağıq? Eşidə bilmədimi? Deyirəm ki, bugün dərs izahı olacaq, yoxsa testin izahlarını Yox. işləyəcəyik? Bu gün yeni bir şey, o testləri işləyək gərək ki, yeni bir şey keçək də. Onları işləyək, e, sadələrini eləyək ki, daha mürəkkəblərini işləyə bilək. Toplu, bir də Yaqubov. Bu ikisini işləmək lazımdır, natural ədədlərini. Xeyli də test var orada. Baxın, topluya birinci. Birinci günə kimi bitirməliyik də bunları. Bəli, bəli, birinci günə bitirmək lazım. Qoyub qabağımıza qəşəng-qəşəng işləyirik, yəni başqa çıxış yolumuz yox. Topluda natural ədəd bölməsinin hamısını, Necə? natural ədəd bölməsinin hamısını topluda. Hə, mütləq, hamısı. Bütün hamısını başdan ayağa işləmək lazımdır. Bir də Yaqubovun kitabında. Yaqubovun kitabını atmışsınız da siz elə. Atmışam, hə, atmışam. Onu da kanala atarsan, qoy müəllimədə də olsun. Onun həm həndəsəsini, həm cəbrini atmışam. İkisini də işləyəcəyik olsun. Aha, yaxşı. Belə. Bu bir dəqiqədən sonra bizə atacaq. Təkrar qoşulmayacağam. İnşallah artıq növbəti dərsdən belə ciddi-ciddi düşür üstünə şey eləyərik də. Çünki bu nə heç eləməmişdik onsuz da vaxtımıza gedir. Hə, yaxşı, biz tapşırıqları işləyək onda. Hə, siz tapşırıqları işləyin, artıq şey eləyək. Qollarımızı çırmalayaq, başlayaq işləməyə. Nədən işləyəcəyini, neyəcəyi birlikdə artıq işimizi. Hə, toplu Yaqubov dediniz də. Bəli, toplu Yaqub. Başlanğıc üçün o ikisi. Yaxşı, yaxşı oldu. Sağ olun müəllim. Oldu. Sağ olun. Gecəniz xeyrə.